Azərbaycanda maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027-2030-cu illər üçün dövlət proqramı təsdiq edilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Sərəncamla Mərkəzi Bank dövlət proqramında nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsinə və icrasına nəzarəti həyata keçirməli, dövlət proqramının həyata keçirilməsi ilə bağlı görülən işlər, o cümlədən dövlət proqramında nəzərdə tutulan tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə prezidentə məlumat verməli və bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir. Tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Mərkəzi Bankın sifarişi əsasında iqtisadi islahatların təhlili və kommunikasiya mərkəzi həyata keçirilməlidir. Maliyyə Nazirliyi isə Mərkəzi Bankla birlikdə tədbirlərin icrası üçün tələb olunan vəsaitin dövlət büdcəsinin 2027-2030-cu illər üzrə proqnozlarında nəzərdə tutulması ilə bağlı zəruri tədbirlər görməlidir. Azərbaycanın ictimai həyatında uzun müddətli səmərəli fəaliyyətinə görə Rauf Asifoğlu Əliyev ikinci dərəcəli vətənə xidmətə görə orden ilə təltif edilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Bakı, Sumqayıt, Şəki və Şirvan apellyasiya, Sumqayıt və Şəki ağır cinayətlər məhkəmələrinə sədrlər təyin olunub. Bununla yanaşı digər şəhər və rayonlar üzrə məhkəmələrə hakimlər təyin edilib. Həmçinin Prezident İlham Əliyev 2026-cı il üçün elm və mədəniyyət sahələrində dövlət mükafatlarının verilməsi haqqında da sərəncamı imzalayıb. Sərəncama əsasən 2 nəfərə elm, 1 nəfərə isə mədəniyyət sahəsi üzrə dövlət mükafatı verilib.